Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun ölkədən çıxışına stop qoyuldu. Konkret az xəbər verir ki, bu barədə etibarlı mənbələrdən məlumat daxil olub. Qeyd edək ki, hələ 2016-2017-ci illərdə Ziya Məmmədovun xaricə çıxışına qadağa qoyulması barədə iddialar yayılmışdı. Yeri gəlmişkən 2018-də onun oğlu Anar Məmmədovun Bakıdakı daşınmaz əmlaklarına həbs qoyulması barədə rəsmi məhkəmə xəbərləri var. Xatırladaq ki, əks-nazirin adı Ramiz Mehdiyev qalmaqalında hallanır. Ayrı-ayrı mənbələrin təsdiqlədiyi ehtimallara görə Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşı Elton Məmmədov vasitəsilə əlaqə yaradırmış. Digər mənbələr isə bildirir ki, onun yanına gizli tuneldən gedib gələn eks-vəzifəli şəxslər artıq xüsusi xidmət orqanlarının diqqətini çəkib. Görünən odur ki, dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin adamlarının tam ifşasına önümüzdəki həftələrdə şahid olacağıq.